Ən son videolarımın birinə bir qardaşımız maraqlı bir şərh yazıb, fikrini bildirib. İstəyirəm bu haqqda biraz danışım. Bəs haram olduğunu hələ bilmirsən, o qədər yeməli şeylər var ki, Xalis adlı qardaşımız öz fikrini belə bildirib. Bəli, mən səninlə tam razıyam. Allahın qoyduğu qadağadır bir müsəlmanın donuz yeməyi. Lakin sənə belə bir şey deyim. İndiki müsəlmançılıqla 1400-1500 il öncəki müsəlmançılıq arasında yerlə göy qədər fərq var. Elə müsəlman tanıyıram ki, donuz yemir, amma ondan betər haram işlər görür. Bir insan donuzu yedi, dindən çıxdı və yaxud da yəni bu tip şeylər kiçiltmirəm, yəni kiçildəsi bir şey deyil. Allahın qanunudur, qadağasıdır. Lakin Allahın digər qadağaları da var. Niyə? Bu donuz hər zaman birinci plana çıxır. Donuzdan daha ciddi qadağalar da var. Amma bu qadağaları eləyən və hələ də özünə müsəlman deyən insanlar mən tanıyıram. İkinci məsələ, biz daha qlobal problemlərə baxaq. Müsəlmançılıqda mən sənə 2 dənə qlobal veriləsi bir sual deyəcəm. Birincisi, niyə o gözəl Peyğəmbərimizin, sonuncu Məhəmməd Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin gəzdiyi o torpaqlarda, o müqəddəs yerdə niyə içki satılır? Niyə? Üstü açıq və yaxud da qapalı fərq eləmir. Niyə satılır? Halbuki içənə də, satana da, nə bilim, onunla hər hansı bir əlaqəsi olan hamısına Peyğəmbərimiz lənətləmişdi. İkincisi, həcc ziyarətləri niyə elə kosmik qiymətədir? Bir çox müsəlman həcc ziyarətində getmək istəyir, lakin maddi imkanı çatmır. Müsəlman da qoyduq qırağa və bu şeyi görən bir xristiyan, nə bilim, bir qeyri-müsəlman və yaxud da dinsiz, fərqi yoxdur. Hər hansı bir insan bu mənzərəni görəndə bilsən nə fikirləşir? Onda o qədər pul vermək lazımdırsa o həcc ziyarəti üçün, Allahın sevimli bəndəsi olmaq üçün, yəni bu qədər puldan artıq sən keçməlisən. Adamın ağlına o gəlir. Yəni bu tip daha qlobal problemlər var İslamda. Bunlar həll olunmalıdır. Yoxsa kimsə donuz yedi və yaxud da nə bilim nə oldu. Yəni deyirəm, bu Allahın bu belə deyim qadağasını mən kiçiltmirəm. Sadəcə daha böyük problemlər var və bu problemlərə fokuslanmaq lazımdır. Ola bilər bir qədər səhv danışa bilərəm, ola bilər fikrim kiminsə üçün xoş gəlməyə bilər, amma mən bir qədər başqa bir baxış bucağından baxıram və mənə görə də daha çox bu problemlərə fokuslanmaq lazımdır və aradan qaldırmaq üçün kimin əlindən nə gəlirsə onu eləməlidir. Bu qədər.